Hidrometeorologiya xidmətindən bildirilib ki, yanvarın 6-sı Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 2-4, gündüz 9-12 dərəcə isti, atmosfer təzyiqi isə 767 mm civə sütun olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur, temperatur 1-3 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da sabah hava yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.